Qardaşım, başqa dönmüsən. Mən söydüm, mən də gəldim, beləcə bir mən gəlib. Belə elədim ki, qurban sən başqa söhbət eləmir. O bax yadıma düşür. Hansı nahiyəndə vurdun? Dəfələrlə məhkum olunmuş şəxs dayısını bıçaq zərbəsi ilə qətlə yetirdi. Hasardan tullandım, girdim içəri. Girək, daşı göstərim. Ayıldı, belə durdu, baxdı belə, belə elədi, qaranlıq idi bura. Niyə gəlmisən bura? Necə girdin sən vəbşi mənim evimə? Bir münasibətimiz olsun, neçə ildir münasibət yox. Ümumiyyətlə bundan qabaq da heç davadalaşımız da olmayıb. Onda deyir ki, qələt eləmisən, başı partladıram, sən mənim evimə nəsə belə girsən. Deyirəm, amma mən evləri atdan-attana girən adam deyirəm. Deyirəm, gördüm oradan nigaran qaldım da, dayım sandım. Bəlkə başqa bir iş gələr. Bunun danışığına bax, bunun mənə qarşılamağına. Bu da mənim dayım. Ölmüşdü. Götürdüm, sürütlədim, apardım bayra. O müddətdə nə edirsiniz bəs bu evdə? Heç nə oturmuşdum, həyatımı fikirləşirdim də, bədbəxt elədim. Tutuqsaqdır. Qəsdən adam öldürməkdə təqsirli bilinən Rəhim Qasımovun cinayət işi. Nə cəza verəcəksiniz, mən nə deyə bilərəm ki, verməlisiniz də. Ki, ölüm işidir bu, özdə. Neçə dənə vurmuşsan, hə? Onu özdə bıçağı yazıda, deyəsən. 20 yaş. Neçə dənə? 20. Doğrudan. Ceyhun Həmidovun təqdimatında Kriminalda Bazar günü saat 23:15-də.